Salam Kripto Azərbaycan izləyiciləri, yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, bildiyiniz kimi bazarda sərt düşüşlər olmuşdu və təbii ki, bu çoxları üçün itki, çoxları üçün isə fürsətdir. Deməli, itkilərdə, yəni bu düşüşlərdə dəyərləndirəcəyimiz valyutaları sizlər üçün bir-bir sıralayıram. 1. Plasma valyutası, arxasında dostlarım stabil valyutalardan olan USDT dayanıb. Ona görə bunun gələcəyi var. Bu valyutanın düşməyi məsəl üçün bizim üçün bir fürsətdir. 52%lıq bir dəyər itirib. Təbii ki, bunu da deyim ki, yoldaşlar, hər zaman bu tərz düşüşlərin arxasınca ikinci bir dalğa düşüşü də gələ bilər. Ona görə yatırım etmədən öncə büdcənizi konkret olaraq ayarlayın. Növbəti məsəl üçün düşüş olarsa daha diblərdən də toplaya bilərsiniz. Hal-hazırda isə plasma dib qiymətini yaşayır. İkinci proyekt isə yoldaşlar Camino Finance-dır. Qısaca belə deyim, bunların Solana ilə falan işbirliyi var. Ona görə də bu proyekti də dəyərləndirin. Məncə gələcəyi bunun da daha uğurlu olacaq. Üçüncü valyuta Staq-dır. Yoldaşlar, bunu bacardığınız qədər alın, əlinizdə saxlayın. Gələcəyi olan proyektlərdən biridir. Öz blockchain-nə, öz network-nə sahib olan bir valyutadır. Və bunu da deyim ki, yoldaşlar, yəni ki, keçən dəfə özünüz də gördünüz də, bazar qırıldı. Bazar qırılanda, yəni qiymət sərt düşəndə bilmirdik ki, məsəl üçün hansı valyutaları sağdan soldan satın alaq. Ona görə hər zaman bazarda ciddi bir düşüş olanda dib qiymətlərdən ön sıradakı proyektləri ən çox toplamağa çalışın. Deməli yoldaşlar, 53-cü yerdə olan sonra Kaspa valyutasıdır. Hal-hazırda bu da öz dib qiymətini yaşayır və öz blockchaini olan bir valyutadır. 5-ci yerdə PancakeSwap-dir. Belə deyim yoldaşlar sizlərə qısaca. Bu hal-hazırda BNB networkündə bir hype var. Buna görə də insanlar ən çox PancakeSwap üzərindən alım-satım edir və keçən dəfələrdə gördüyünüz kimi qiyməti $2.50-lərdən $4 qədər yüksəlmişdi. Ona görə bu valyutanı məncə dəyərləndirin. 6-cı yerdə isə Aptos valyutasıdır yoldaşlar. Qısaca belə deyim, bu bazarın Aptosa ehtiyacı var və dövriyyədə də 705 milyonluq bir Aptos var. Mənim şəxsən hal-hazırda ən çox istifadə etdiyim blockchainlərdən biridir. Və bir də uşaqlar, bu ildə valyutası ciddi şəkildə düşüş yaşayanlardan biridir. 70%lıq bir düşüş yaşayıb. Yəni öz inancımı deyirəm, ola bilsin ki, bu valyuta gələcəkdə Binance-da listələnsin. Hal-hazırda yenə də deyirəm, ciddi düşüş yaşayıb, büdcə bölgüsü ilə bunu da altdan yavaş-yavaş alıb yığmaq bizlər üçün daha xeyirli olar. Və bir də dostlarım, IOS valyutası var. Bunlar yəni düşərkən bu valyutaları fürsətə çevirin, yatırım edin. Məsəl üçün IOS şəxsən bu dəqiqə mənim üçün bir fürsətdir. Bu da Valuta valyutasıdır. Keçmiş adı ilə EOS dostlarım, yəni illərin valyutasıdır. Həmçinin belə deyim, bu da düşüş yaşadıqca məncə alıb toplamağınızda fayda var. Hal-hazırda 120-ci yerlərdədir, amma bunun gələcəkdə çox yaxşıdır. Çünki komandaları ciddi şəkildə bunun üzərində EOS-un, keçmiş adı ilə EOS-un üzərində işləyirlər. Və növbəti valyuta Zilliqadır. Yəni bunlar ön sırada keçmişdə olan valyutalar idi yoldaşlar. Toplam bunun sayı 21 milyard ədəddir. Binance və digər bütün nəhəng birjalarda var. 80 minin üzərində bir hodlçıya sahibidir. Bu valyutada məsəl üçün diblərdən alıb yığmağa dəyər. Çünki bu dəqiqənin özündə də komandası yəni Zilliqanın üzərində işləyir. Ona görə alıb saxlayacağımız valyutalardan biridir. İndi isə keçəyim buna Stupid Coin. Bu da bir ön satışlı yoldaşlar. Yəni qısaca belə deyim, mən bu videonu çəkmək üçün $700 bunlardan, yəni Stupid Coin-i tanıtmaq üçün $700 bir pul almışam və ekstradan da hər referal komissiyası üçün 10% mənə ödəyəcəklər. Yəni gördüyünüz kimi sponsorlu videodur. Yəni ki, adamlar $700 pul ödəyib və bunun qarşılığında təbii ki, nə istəyirlər? Mən bunların proyektini tanıdım və
necə deyim, siz insanları o proyektə gətirim, ön satışa siz də qoşulasınız. İlk öncə bunu deyim ki, dostlarım, bu mənim həyatda aldığım ən böyük dərslərdən biridir. Nədir? Bax, bu tərs, necə deyim, skripə sahib olan, yəni görüntüsünü gördükdə biləcəksiniz, ön satışların hər hansı birinə qoşulmayın. Niyə? Bunların hamısı fake və scamdır. Yəni ki, maşennikdilər. Burada gördüyünüz kimi, bir stupid coinin qiyməti 0,01 sentlə satışdadır. Yəni 1 sent, belə deyim də, biraz 1 sentdən yuxarı və bazara 1 dollarla çıxacaqlarını deyirlər, güya ki 100 qat insanlara qazandıracaq. Twitter'da da gördüyünüz kimi bu proyekt 100 qat olacaq deyə başlıqlarla paylaşımlar edirlər. Mən ilk öncə bunu deyim ki, bunlar Gate.io-da falan digər birjalarda listelənəcəklərini atdıqları postlarda deyirlər. Yəni mən dostlarım Gate.io ilə danışdım. Bir də bir-iki birja var. KuCoin ilə də hətta danışdım. Bunlarla hər hansı bir, belə deyim, işbirlikləri və ya bunların valyutasını listələməyəcəklər. Yəni ki, bu tərs ön satış valyutaları gördükdə konkret olaraq aldanmayın. Yəni ki, vaxtında biz də bu səhvləri eləmişik. Çalışın ki, siz bu səhvləri etməyin. Belə, dostlarım, videomuz bu qədər idi. Sağ olun, hələlik.